belə bir alım sənədini bax. Deməli, burada deyir ki, x fərqli -4-dən x-in kubu çıxılsın 15 üstəgəl 4 bərabər 0 olarsa, deməli, x kvadratı üstəgəl 1 bölünsün x kvadratının deməli, şey bərabərdir. Bizə verilən bu ifadəni götürək. X kubu çıxılsın 15 üstəgəl 4 bərabər 0 ifadəsini götürək. Bunu vurğulara ayırmağa çalışaq və bunu hansı yəni fason belə yazsaq bizə sərfəli olar ki, biz bunu yeni vurğulara ayıra bilək. Deməli, bunu belə yazsaq, deməli, x kubu belə yoxlayaq görün necə. Burada elə ki, biz elə bir ifadə yazaq ki, burada x kubunun yerinə hər hansı bir ifadənin kubu alınsın, ədədin kubu alınsın. A kubu çıxsın, B kubu kimi. Bu 4-ü biz necə parçalaya bilərik? Deməli, çıxılsın 64 4-ün kubudur, elə mi? 64 Deməli, üstə gəl 64 çıxılsın 60 kimi yazsa, 64-dən 60 çıxanda neçə qalır? 4 qalır. Çıxılsın 15x bərabərdir 0 kimi yazaq. Görək, bu bizə nə verir? Buradan bunu belə yazsaq, x-in kubu üstə gəl 4-ün yəni kubu kimi yazsaq çıxılsın. Buradan da 15-i orta vurğu çıxarsaq, deməli olacaq nə? 4 plus olacaq x bərabərdir 0. Deməli, buradan biz a kubu üstə gəl b kubunu aldıq. Yəni, x kubu üstə gəl 4-ün kubu aldıq və buradan indi bu ifadəni a kubu üstə gəl b kubu kimi yəni açaq. A kubu üstə gəl b kubu necədir? A üstə gəl b, a-nın kvadratı A-nın kvadratı çıxılsın AB üstə gəl B-nin kvadratı. Yazaq. Deməli, x üstə gəl 4. X-in kvadratı çıxılsın AB hasili. Yəni 4x üstə gəl necə? 4-ün kvadratı edilir 16. Çıxılsın 15 4 üstə gəl x bərabər neçə? 0. Yazdıq. Görək bu bizə nə verir? Buradan baxırıq ki, burada da x üstə gəl 4 var, burada da x üstə gəl 4 var. Biz x üstə gəl 4-ü yəni mütəmadi halini çıxarsaq, orada nə baş verir? X üstə gəl 4-ü biz çıxarsaq, yəni ortaqlıq kimi olacaq nə? X-in kvadratı çıxılsın 4x üstə gəl 16 çıxılsın 15 bərabər 0 olacaq. Burada olacaq x üstə gəl 4 vurulsun x kvadratı çıxılsın 4x üstə gəl 1 bərabərdir 0 olacaq. Buradan x üstə gəl 4 bərabərdir 0 yazacaq. X bərabər olacaq nə? -4. Bizə də şərtli verib ki, yəni x -4-dən fərqlidir. Yəni -4-ü neyə bilməz? Ala bilməz. Yəni bu -4 bizə lazım deyil. Buradan yazacaq x kvadratı üstə gəl 4x üstə gəl 1 bərabərdir 0 yazsaq. Buradan hər tərəfi bölək x-a. Hər tərəfi x-a bölsək x kvadratı bölünsün x üstə gəl 4x bölünsün x üstə gəl 1 bölünsün x bərabərdir 0. Burada olacaq deməli, x kvadratını x-ə böləndə x-də gələcək qalacaq x üstə gəl 4 üstə gəl 1 bölünsün x bərabərdir 0 olacaq. Bunu da buradan yuxarıdan yazsaq. Deməli olacaq x üstə gəl 1 bölünsün x üstə gəl 4 bərabərdir 0. Biz deməli aldıq x üstə gəl 1 bölünsün x üstə gəl 4 bərabər 0 aldıq biz. Bizdən soruşur x kvadratı üstə gəl 1 bölünsün x kvadratı.
İndi biz bunu necə? Biz bunu yəni belə yazsaq. X üstə gəlib 1 bölünsün x bərabərdir mənfi 4 kimi, yəni bu 4'ü bərabərliyin yəni sağ tərəfinə keçirsək. Və bunda hər tərəfin kvadratı yüksəlsək. Mənfi 4'ün kvadratı. Yəni biz hər hansı ifadənin sağ və sol tərəfin eyni dərəcədə qüvvəti yüksəldə bilərik. Bu da olur A üstə gəl B'nin kvadratı kimi bunu açsaq olacaq. X'in kvadratı üstə gəl birinci ilə ikincinin hasinin 2 misli. Yəni birincini ikinciyə vuranda gəl sizlər üçün daha aydın olsun deyə yazaq. Birinci ilə ikincinin hasinin 2 misli üstə gəl ikincinin kvadratı. O da bərabər mənfi 4'ün kvadratı eləyir müsbət 16. Buradan deməli bu x'lər gedəcək olacaq. X'in kvadratı üstə gəl 1 bölünsün x'in kvadratı. Üstə gəl 2. Burada x'lər yerdə qaldı 2. Bərabərdir 16. X kvadratı üstə gəl 1 bölünsün x'in kvadratı bərabərdir. Deməli 16 çıxılsın 2. X üstə gəl 1 bölünsün x'in kvadratı bərabər neçəyə? 16'dan 2 çıxında 14. Yəni bizdən soruşulan bu ifadə ki var. Yəni yuxarıda zaten bizdən bunu soruşurdu. X kvadratı üstə gəl 1 bölünsün x kvadratını soruşurdu. Biz aldıq burada cavab neçə? 14.